Selamünaleyküm ve rahmetullah. Değerli izleyicilerimiz, Balakən şəhərinin mərkəzində sizə yekə bir dənə gəmi kimi bina evi göstərəcəm. İnşallah ki, bismillah deyib çəkilişə başlayacağım. Bismillah. Deməli, bina evinin girişində belə bir qəşəng su hövzəsi var, daimi su sistemi var, su gəlir. Baxın, belə qəşəng girişdə plaşatkası var. Ev qəşəng, təmirlidir, belə göstərirəm Allahın izni ilə. Baxın, keçdik salona. Girişdə belə bir salondur. Ev doğrudan da çox geniş, çox böyükdür. Allahın izindən buranı götürən insanlar, məsəl üçün müəllimələr ola bilər ki, təhsil mərkəzi eləyə bilərlər, parkinlik eləyə bilərlər, hər şey üçün uyğun bir evdir. Bütün sənədləri qaydasındadır. Sol tərəfdə belə bir yataq otağıdır, gördüyünüz kimi. Qəşəng yataq otağı. Ev əla təmirlidir, bir daha demək istəyirəm ki, ev əla təmirlidir. Keçdik digər otağa Allahın izni ilə. Baxın, mən bunu qeyd etmək istəyirəm ki, bu evin döşəməsi Allahın izindən 1 metrdən çox dərinliyi var, padvalı var. Yəni bura qəşəng mürəbbələrdir, duzlaqlardır, zaddır, gizli əşyalarınızı bura qoya bilərsiniz. Baxın Allahın izindən belə göstərim inşallah. Qəşəng təmirli evdir. Çox sərgəli evdir. Hər yerə yaxındır. Marşrutlara, gəmilərə, samalyota, hər yerə yaxındır. Yəni istədiyiniz nə texnika varsa, nə mağaza varsa hamısına yaxındır. Baxın belə də göstərim. Ay maşallah, yer qəşəng şam taxtadır. Əşyalar verilməyəcək. Bunu qeyd edeyim ki, əşyalar verilmir, əşyasız satılır. Qiyməti qeyd edəcəm. Siz zəhmət olmasa axıra qədər baxın ki, qiymətdən xəbəriniz olsun. Baxın belə göstərim inşallah. Çox gözəl, çox sərgəli evdir. Balakən şəhərinin tam mərkəzində, bir daha qeyd etmək istəyirəm ki, Balakən şəhərinin tam mərkəzində. Hətta bu evə hər iki tərəfdən də giriş var, mən bunu qeyd etmək istəyirəm. Ortadan bölüb, məsəl üçün o yanı kiraya verə bilərsiniz. Məsəl üçün bacanağınızla dostsunuzsa, qardaş kimisinizsə, yarısını o biri bacanağa verirsiniz, yarısını bu yana oturub qəşəngcə yaşayırsınız. Deməli, burada mətbəx kimi istifadə olunur. Belə göstərim. Qazı, suyu, işıq, interneti var. Baxın bu qapıda arxaya açılır mətbəxdən. Belə göstərim. Belə göstərirəm inşallah. Gördüyünüz kimi tavanına baxın. Tavanın bütün otaqları aşırı taxtadır. Burada sanitar qovşağıdır. Belə göstərim. Sanitar qovşağıdır. Yəni sanuzeye sanitar qovşağı. Keçək Allahın izni ilə nəyə? Qiymətə. Allahın izni ilə qiyməti mən indi qeyd edirəm. Belə evlərin qiymətini bilənlər bilir nə qədər olduğunu. Amma biz dəyərindən çox ucuz verəcəyik Allahın izni ilə. 72.500-ə təklif olunur. Evin ümumi ölçüsü 80 kvadratdan çoxdur, doğrudan da böyükdür. Siz bölüb başqa məqsədlər üçün istifadə edə bilərsiniz. 72.500. 72.500 azərlə təklif olunur. Reallıq olsa burada oturub qəşəng komplet nazatla mürəbbə ilə qardaşınız qiymətli endirim eləyəcək və bütün sənədləri qaydasındadır. Allah mağaza mülkünüzə bərəkət versin. Əssəlamu aleykum.